Könlü balıq istəyənin quyruğu suda gerək. Əgər siz doğrudan da, inanın, mən Allaha and olsun dostlar, mən yenə deyirəm, nə qədər ki, sən, əzizim Ağdərəli Paşa, əlini, kravatı uzanıb, əlini də boynun əlini qoyub, baxıb, şey deyirsən ki, bəs falan, nəsə yazırsan, biz İlham Əliyev bizi əzəcək. Biz, dostlar, hərəmiz öz sərçə xidmətimizi göstərməliyik. Hərəmiz bir iş görməliyik. Başa düşün, anlayın. Ətrafımızda olan adamlara inandırmalıyıq. Baxın, bugün ətrafımızda, baxın, nə qədər adamlar var. Ki, burada, Tuluzda, Tuluz şəhərində. Bir dəfə bir yerdə mən bir söhbət elədim bu şeylə bağlı. Mənim bu kanalda çıxışımı falan zat bilirlər də. Bir gədə var idi, Azərbaycanlı. Deyək ki, şeydən, Ukraynadan gəlmişdi bura. Burada yaşayır. Deyək, yalan danışma. Orada mənim qohumlarım yaşayır, hamısı gözəl yaşayır falan. Belə baxdım. Düzünü deyim ki, belə məhəttəl qaldım ha. Yəni, baxın, o adam gedib özü Ukraynada işləyirmiş. Orada vəziyyət qarşısında uşaqlarını falanı götürüb, gəlib indi buradadır. Və deyir ki, Azərbaycanda vəziyyət yaxşı. Yaxşı, vəziyyət yaxşı idisə, sən nə üzr istəyirəm, sən nə qələt edirsən Ukraynada? Bir halda ki, Azərbaycanda hər şey öz qaydasındadır. Yəni, belə adamlar var. Baxın, yəni, burada Almaniyada, mən montaj eləməmişəm, gəlin verilişlərdə göstərəcəm sizə onu. Blogerdir, kanal açıb, danışır. Ay ki, bu hakimiyyətdən, falandan, zaddan elə danışır ki, yəni ki, Azərbaycanda bir hər şey gözəldir falan, daha da gözəl, insanlar da biraz əllərini qoysalar, daşın altına daha gözəl olar, tək əldən səs çıxmaz. İlham Əliyev haqqında deyir, yəni ki, İlham Əliyev deyir, ki, tək çalışır. Amma bunlar, biz, yəni xalq buna kömək eləməlidir, dayaq durmalıdır ki, baxın, baxdım, indi mən onu kösülmüşəm, şey eləmişəm, indi onu montaj edib göstərəcəm sizə, bilin siz hansı blogerdir və o bugün 35-40 min deyək ki, şey var, izləyicisi var, getdikcə də artır. Şahidin bəy, Moskvadan Qıdrilyan gəl. Qıdrilyan o şeydir, mən onu, əzizim, çox gözəl yadımdadır, təsəvvür edeyim. 80-ci ildə bizdə bir Vəliyev var idi, yadınızdadır mı? Birinci katib. O, deməli, Şəmkirin girəcəyində miliseyski şey tikmişdi. Yəni, milis binası tikmişdi, təzə köşmüşdülər oraya. Onu tutdular, saldılar oraya. Ağladı ki, deyir, özümü tikdiyim, əlimlə tikdiyim. O vaxt bu Şəmkir gez tikilirdi Kür qəsəbəsində. Oranı böyük şəhər eləmək istəyirdilər. Sonra elə oldu ki, oranı elədilər qəsəbə, orada tikiləcək binaları saldılar Şəmkirə. Və həmin onda Qıdrilyan şu şeyə gəlmişdi, Azərbaycana gəlmişdi, oradan da rayonlara və deyək ki, bu şeydə Bərdədə, Filanda da işlədi. Şəmkirdə də yəni çox şeylər apardılar. Yəni Şəmkirdə özümüzünkülər idi, gəldilər, yaxşı pul yığdılar, apardılar, Heydər Əliyev. Yəni elə vaxtlar idi ki, yəni o nöqteyi nəzərdən, bax, indi həmən vaxtdan heç nəyinə fərqlənmir. İnanın, indi bu Heydər Əliyevi səhərdən axşama kimi, axşamdan səhərə kimi TikTokda təsəvvür edin. Heydər Əliyevdir, İlham Əliyevdir, mehribandır, qızlarıdır, uşaq nəvələridir. Hamısını reklam edirlər. Yəni, mən belə fikirləşirəm ki, yəni şahlığa doğru gedirik. Yəni, sabah monarxist bir dövlət qurulacaq və İlham Əliyev şah kimi, yəni nəsildən nəsilə taxt sahibi. O möhtəşəm yüzüylə baxıbsınız da, həmən variantı görünür eləmək istəyirlər və görünür Erdoğan da İlham Əliyevə baxıb iştaha gəlir. Yəni o da oğlunun məsələsi söhbəti gedir. Mən eşitdim, təəccüb elədim ki, yəni bizə baxmayın dostlar.
Türklər bunu həzm edə bilməzlər. Mən düşünmürəm ki, yəni bizdə deyirlər şahsevən zat, mən bizdə şahsevən zat görməmişəm. İndi bir iki dənə şahsevən kəndlər var, adı şahsevənli falan o şeydə Beyləqanda. O demək deyil ki, biz şahsevənik və bunlar hamısı uydurulmuş şeylərdir. Yəni belə şeylərə fikir verməyin. Boş şeydir. Və Allahın köməkliyi ilə sizdir, bizdir. Hamımız Allahın köməkliyi ilə bu İlham Əliyev və onun bandasını Kürdəxanaya göndərəcəyik, bir yerdə baxarsınız. İndi bu yazıçılardan, şairlərdən danışıram. Deyirlər ki, bəyək gözümə sataşıq, bizim bir Söhrəb Tahir var idi yazıcı. Bilmirəm yadınızdadırsa, o bəyək baxıram, əvvəl Zeynallı TikTokda rast gəlir. Mənə deyir ki, ondan bir stat da gətirdi. Deyir ki, 2 bölünməkdən elə qormuşam, çöpü də 2-yə bölməyə qorxuram. Belə bir şeydir. Əvvəz dedi onu. Mən birinci dəfə idi işlədirdim. Mən də təsəvvür edin, mən də Söhrəb Tahirdən bir şey deyim sizə. Deyir, oğul, salam, salamatlıq deməkdir. El içində öz aydınlıq deməkdir. Sənin xalqa söylədiyin salamlar öz vaxtına öz aydınlıq deməkdir. Salamını udma, udan dönükdür. O ürəkdən, məhəbbətdən sönükdür. Nə fərqi var, uşaq olsun ya böyük. Kim olsa da salam verən böyükdür. Allah rəhmət eləsin o kişiyə baxın. Amma onun oğlu bugün dəraduzluq şeyinə İrana qaçıb. Və bu, həmən bu yazıçıların, şairlərin, məsələn, deyək ki, anarın oğlu haradasa, deyək ki, səfir işləyir, haradasa diplomatdır. Yəni, bunların hərəsinin uşağı bir yerdə işləyir. Mən bir aktyor var idi, mən də dublaja gəlirdi. Baxdım ki, bu hakimiyyətin nə deyir, onu belə nökər kimi ona qulluq edir. Sonradan uşaqlar mənə dedi, xəbərin yoxdur, bəs bunun oğlu falan şeydə səfirlikdə işləyir. Təsəvvür edin. Bax, belə dostlar. Arzuman bəy, Ramiz Dekan, daim mənim Abbas müəllim. Deyir, Şəhrizad bu yerdə səhərin açıldığını görüb, nağıl yarımçıq qoydu. Sağ olun dostlar. Allah qoysa sabah yox bir gün görüşmə ümidi ilə və mən Paşa bəyə bir də deyirəm. Əziz qardaşım, hakimiyyəti dəyişmək istəyirsənsə yatma. Heç olmasa bircə ay əziyyət çək. Təkcə sən yox. Məsələn, deyək ki, 260 nəfər adam var bu saat. Bəyək 500 idin də azalıqda görünür. Sona yaxındır deyin, çıxdılar, getdilər. Yəqin harasa Abo TV hazırlaşırlar. Bax, 261 nəfər. 261 nəfər əgər həqqi vətənpərvərdirsə, geçsin, hərəsi bir adam tapsın. Sabah yox birisi günə kimi. Bu olacaq 500 nəfər. Növbəti dəfə 500 nəfər. Bir aya hesabla artan üsulla. Və o adamlar ki, o adamlar meydana çıxacaqlar, öz sözlərini deyəcəklər. Yalanın abinə sayı artırmaq üçün demirəm. Və o adamları tap, ondan sonra biz həmən o liderlərimizə, həmən o sizə mən dediyim kimi pulda, fulanda, yəni hakimiyyəti dəyişmək üçün pulsuz mümkün deyil. Yəni biz gərək, baxın, bugün İlham Əliyev bir balaca ağzını açan sıraz boyunluq yaparlar. İndi mən bir iki dənə şey bəyək köçürmüşəm. Kadın ağzını açır, 2 kəlmə söz deyir, 24 saniyədir. Deyən kimi haradansa polis çıxır ki, qoluna girib aparırlar, deyir ki, qoy özüm gedib şəkəri zadı var, təsəvvür edin. Yəni dostlar, yəni bax, həmən dediyiniz kimi hər birimiz əlimizi həmən bu Şərruri İspəndiyərin dediyi kimi dələdüz olmaq üçün də əlini daşın altına qoymalısan, inanın mənə.